Fərid Hacıyevin işarəsi verilir və Şamaxı komandası oyuna başlayır. Mərkəzi ötürmə dəqiqdir Lepinitsa. 12-ci dəqiqə başlayır maçda. Ötürməyə qapı qarşısına. Boşlu zərbə! İgor Nogueira Sabahı hesabını irəli çıxarır. 12-ci dəqiqə. Igor Nogueira. Təkrarı bir daha izləyirik. Ötürmə qapı qarşısına. Boşla dəqiq zərbə və Rauf Rüstəmli qaçırır oyuncusunu. Oyuncu isə başla dəqiq oynayır. Nogueira. Ayaz Quliyev. Ötürmə çox yaxşı alındı. Ardınca Xaybulayev. Davar ötürməsi. Rahman Aliyev. Qüvvətli zərbə Ricardo Fernandes. Təkrarı bir daha izləyirik. O zərbə və qapıçının seyvi. Ayaz Quliyev. Şafranko yaxşı saxladı topu amma irəliləmə mümkün olmadı. Sanga. Fikir verin, boş sonraya fikir verin indi. Leroy Mikels qapıçıyla üzbə-üz gedir Mikels və gol! Leroy Mikels! 1-1 olur hesab. Hesab bərabərləşir. Əla ötürməkdir. O ötürmə çox dəyərli ötürməkdir. Boş zonaya fikir verin müdafiədə. Teylor Mütəllimov və Igor Nogueira orada necə Leroy Mikelsə o qədər boş zona vermişdi. Heç qaçmadı. Mikels adi yerişlə belə rahat şəkildə cərimə meydançasına daxil oldu və heç kim ona mane olmadı. Leroy Mikels bugün oyundan kənar vəziyyətin olmamasıyla Lepinitsa oyundan kənar vəziyyət yoxdur. Sami Əsimov. Ayaz Quliyev çəkdi sağ ayağına. Ayaz Quliyev boş zona axtarır. Ayaz Quliyev zərbə! Top dirəyin yanından keçir Ayaz Quliyev. Ayaz Quliyev amma çərçivəyə düşə bilmədi. Təkrarı bir daha izləyirik. Ayazın bu zərbəsindən sonra top qapının yanından keçir. Lepinitsa yaxşı gördü Vincent Tili. Sağ cinahdan irəliyir Til. Cərimə meydançasında önündə bir Sami Əsimov Til. Zona açır öz üçün. Vincent Til! Ricardo Fernandes! Təkrar izləyirik. Vincent Til işləş sol ayağı ilə zərbə indirdi və hətta ikinci zərbəni də dəf etməyi bacarır. Şamaxının Portuqaliyalı qapçısı. Cərimə meydançasında olan futbolçulara xəbərdarlıq etdi. Vincent Tildən ötürmə qapı qarşısında. Boşla zərbə və xətt üzərində topu çıxarma mümkün olur o zonadan. Qayda pozulub. Əsas bax bu epizoddur. Vladislav Veremiyev komandasını real qoldan xilas edib. Qapı xəttindən topu çıxarıb. Yoni Rasabali, Ayaz Quliyev. Umar Ali ötürmə. Abdullah Xaybulayev. Umar Ali, Rahman Aliyev cərimə meydançasına ötürmə qapı qarşısına. Başla zərbə üçün imkan var. Lepinitsa və blok! Möhtəşəm oynayır orada Ricardo. Daha bir zərbə. İndi təkrar sizə təqdim olunur. Lepinitsa'nın zərbəsi və Ricardo Fernandes. Çox möhtəşəm oynayıb bu qapçı. Təkrarı bir də bu rakursdan izləyək. Lepinitsa'nın zərbəsi və Ricardo'nun seyvi. Şübhəsiz inanılmaz seyvidir. Yəni bu yaxın məsafədən qapçının bax bu cür inanmalı hərçən ki boş zonanı necə dəyərləndirməmək olar. Vincent Til, qüvvətli zərbə Ricardo Fernandes. Ötürmə qapı qarşısına. Qayda pozulub. Pavel Şafranko qaydanı pozub. Tirkoviano ötürmə qapı qarşısına. Boşla zərbə, top qapının yanından keçir o zərbədən sonra. Təkrarı bir daha izlədik. Top qapıdan aralı keçir. Şamaxı komandası
Trikoviano baxır ətrafına, zərbə endirə bilər. Trikoviano'dan qüvvətli zərbə Pokatilov. 2 cəhddə topun sahibi olur. Növbəti standart vəziyyət, növbəti küncdən zərbə və növbəti qol imkanı. Anatoliy Nuriyev ötürmək qapı qarşısına, başla zərbə və qol! Igor Nogueira dubl edir. Başla bu oyunda ikinci qolunu vurur Igor Nogueira. Dubl edir Sabahın mərkəz müdafiəçisi Igor Nogueira. Bu da qolun təkrarı. Xeyli məsafə var idi, qapçı bu zərbəni dəf edə bilərdi, mənə elə gəlir. Ola bilsin, önündəki futbolçular komanda yoldaşları qarşısını kəsirdi, amma görmədi bəlkə də epizodu, bəlkə topu trayektoriyasını görmürdü Ricardo Fernandes. Hər halda Igor Nogueira şamaxı ilə maçda artıq dubl edir. Özdə hər iki qolu küncdən zərbədən sonra başla olur. Önündə Cəlal Hüseynov, Şafranko və hakim hansı qərarı verir. Davam dedi Fərid Hacıyev. Oyundan kənar vəziyyət də yoxlanır həmçinin. Şafrankonun öndə olub olmadığı indi də qayda pozuntusu olsa belə kənardadır və bu penalti deyil çox güman ki. Fərid Hacıyev də var otağı ilə diyalogu bitirir və təkrarda izləyirik. Bəli, burada keçmişdi Şafranko, amma kənardaydı. Yəni qayda pozulmuş. Yenidən İvan Lepenitsa. Və indi zərbə gəlir və gol! Pavel Şafranko maça nöqtə qoyur. Son nöqtəni qoyur. Bax burada. Müdafiəçilərin səhvinə fikir verin. Şafranko'dan öldürücü zərbə. Orada iki futbolçu bir-birinə mane oldu və təcrübə burada məsələni həll edir. Dönür, sol ayaqla uzaq küncə dəqiq zərbə endirir. Oyundadır. Hakim isə elə bu andaca maçın final fitini səsləndirir. Savaş Şamaxı maçı 34-cü turun açılış qarşılaşması 3-1 hesabı ilə başa çatır.